السلام عليكم ورحمة الله وبركاته. İlan Doha 27-28 may 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində süni intellekt və insan hüquqları, imkanlar, risklər və daha yaxşı gələcək naminə Baxış adlı beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsi və BMT tərəfindən təşkil olunan bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən insan hüquqları üzrə mütəxəssislər, hüquq müdafiəçiləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və süni intellekt texnologiyaları sahəsində ekspertlər iştirak ediblər. Azərbaycan da bu önəmli beynəlxalq tədbirdə fəal iştirak edib. Ölkəmizin insan hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva, Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Millət vəkili Zahid Oruc, hüquq müdafiəçisi Əhməd Şahidov və digər nümayəndələr konfransa qatılıb. Həmçinin Bakuyes.az informasiya portalının baş redaktoru Fikrət Məmmədov da tədbirdə iştirak edib. Fikrət Məmmədov süni intellekt və insan haqları ilə bağlı keçirilən panel müzakirələrdə yaxından iştirak edib, çıxışlar zamanı səsləndirilən fikirlər, beynəlxalq təcrübələr və çağırışlarla maraqlanıb. O, xüsusilə süni intellektin mediaya, informasiya təhlükəsizliyinə və ifadə azadlığına təsiri, həmçinin rəqəmsal platformalarda dezinformasiya və algoritmik qərəz məsələlərinin insan hüquqları baxımından yaratdığı problemlərlə bağlı müzakirələrdə aktiv iştirak edib. Konfrans çərçivəsində təşkil olunmuş süni intellekt texnologiyalar sərgisinə də baş çəkən Fikrət Məmmədov burada dünyanın aparıcı texnologiyalar şirkəti və innovasiya mərkəzlərinin təqdim etdiyi layihə və həllərlə tanış olub, nümayəndələrlə fikir mübadiləsi aparıb. O, süni intellektin insan hüquqları sahəsində tətbiqi, informasiya manipulyasiyasının qarşısının alınması və vətəndaşların məlumat təhlükəsizliyinin qorunması istiqamətində müxtəlif ölkələrin yanaşmalarını öyrənib, sərgidə nümayiş olunan yeni texnologiyalar və tətbiq modelləri ilə maraqlanıb. Tədbir zamanı bir sıra beynəlxalq media və insan hüquqları qurumlarının nümayəndələri ilə görüşən Fikrət Məmmədov Azərbaycan mediasının bu istiqamətdə fəaliyyəti, süni intellekt mövzusunda ictimai maarifləndirmə layihələri və Bakuyes.az portalının təşəbbüsləri barədə məlumat verib, gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Sonda konfransda fəal iştirakına görə Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan İbn Hasan Al-Camal tərəfindən qəbul olunan Fikrət Məmmədov Azərbaycan nümayəndə heyətinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Qətər Milli İnsan Haqları Komitəsinə öz təşəkkürünü bildirib. O, rəhbəri olduğu Bakuyes.az portalı adından Sultan İbn Hasan Al-Camaliyə insan hüquqları və süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə xüsusi hazırlanmış təşəkkür plaketi təqdim edib.